İran Ali Məhkəməsi 4-cü dəfə olaraq evin həbsxanasında saxlanılan 3 Azərbaycanlı milli fəalın işinə yenidən baxılması barədə müraciəti rədd edib. Bu haqda Araz Aman, Ayaz Seyfxan və Bagir Hacızadənin vəkili Əskər Məmmədi məlumat yayıb. Bildirilib ki, Ali Məhkəmənin 29-cu şöbəsində hakim Abbasəli Əlizadənin sədrliyi ilə keçirilən iclasda adı çəkilən fəalların işinə yenidən baxılması tələbi rədd olunub və Tehran İslam İnqilab Məhkəməsinin hakimi Əbülqasim Salavatinin fəalları həbsi barədə verdiyi qərarla qüvvədə saxlanılıb. Çıxarılan hökmlərə əsasən Ayaz Seyfxan 14 il, Araz Aman 13 il və Bagir Hacızadə 13 il azadlıqdan məhrum edilib. Qeyd edeyim ki, 2024-cü ilin fevral ayının 5-də və 7-sində həbs olunan fəallar casusluq və milli təhlükəsizliyə qarşı cinayətlər törətmək üçün toplaşmış və əlbir olmaqla günahlandırılırdılar.